Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərin nəzərinə Əmək Məcəlləsinin ən vacib maddələrini çatdırmaq istəyirəm. Maddə 78 və 79-cu maddələri. Özümü təqdim edeyim. Mən Vəfa Kamilova, Şəmkir rayonunda yaşayıram. Şəmkirdə məktəb direktoru vəzifəsində çalışıram. Çünki mənlə ilk əlaqə saxlayan müdavimlərin elə ilk sualı bu olur. Əlaqə nömrəmiz də əslində YouTube kanalımızda qeyd olunubdur. Yenə nəzərinizə çatdırım. Bizimlə əlaqə saxlamaq istəyirsinizsə də 050 859 34 81 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bütün istiqamətlər üzrə hazırlıqlar təşkil edirik. Bağça müdirlərinin, məktəb direktorlarının, müavinlərin, təsərrüfat müdirlərinin, kitabxanaçıların, laborantların, katibələrin, uşaq birliyi rəhbərlərinin bütün bu istiqamətlər üzrə hazırlıqlar təşkil edirik. Maraqlansaz, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin də nəzərinizə çatdırım ki, bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi üzrə də yeni qruplarımız başlayıb və yeni qruplarımız yenə də yaranacaq. Yeni qruplarımız yaranacaq. Dərslərimizə qoşulmaq istəsəz, söylədiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ümumiyyətlə, dərslərimiz həmin nəzəri, həmin praktik təcrübələr üzərindən təşkil olunur. Həmin nəzəri biliklər, həm də praktik biliklər, belə deyək, bu istiqamətlər üzrə. Həm nəzəri, həm praktik biliklər, deməli, müdavimlərə çatdırılır, onlara deyək ki, dərslərimiz bu üzrə qurulur. Demək, maddə 78-də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər göstərilir. Maddə 78-də deyilir ki, işçilərin sayı azalarkən və ya ştatların ixtisarı həyata keçirilərkən peşəkarlıq səviyyəsi daha yüksək olan işçilər işdə saxlanmalıdır. Əgər peşəkarlıq səviyyəsi eyni olarsa, o zaman üstünlük verilir bu göstərdiyimiz, burada qeyd olunan şəxslərə, şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına, əskər və zabitlərin arvadına və yaxud da ərinə, öhdəsində 2 və ya daha çox 16 yaşında uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və yaxud da ki, peşə xəstəliyi keçirən şəxslərə, yəni peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkünlərə və s. Bunlar üçün, bu işçilər üçün peşəkarlıq səviyyəsi eyni olarsa da, işdə saxlanmasına üstünlük verilən işçilərdir. Bax, məsələn, ştatların ixtisarı dedikdə nə nəzərdə tutulur? Məsələn, bağçalarda qrupların sayı azalanda və yaxud da ki, artanda, azalırsa ştatlar ixtisar olunur, çoxalırsa yeni ştat yaranır. Daha doğrusu ştat sayı artır. Məsələn, 0,5 ştatsa da tam ştat olur. Və yaxud da ki, ümumiyyətlə o ştat yoxdursa da, məsələn, yeni bir ştat yaranır. Eləcə də məktəblərdə siniflərin sayı azalanda ştatlar ixtisar olur. Siniflərin sayı artanda yeni ştatlar yaranır və yaxud da ki, ştatın belə deyək, sayı artır. Məsələn, laborant ştatı 1,5-sə də sinif sayı artdısa da olur, tutaq ki, 2 laborant. Və yaxud da ki, qruplarda da həmçinin onu kimi. Məsələn, misal üçün, təsərrüfat müdürü tutaq ki, qrup sayılı, bağçada təsərrüfat müdürü yarandı, qrup sayı azaldısa da, deməli, təsərrüfat müdürü ştatı orada ləğv olunacaq və s. Belə, baxın, ixtisar dedikdə, ştatların ixtisarı dedikdə, bunlar nəzərdə tutulur və ixtisar olunan, deməli, işçi və yaxud da ki, ixtisar zamanı işdə saxlanan işçi peşəkarlıq səviyyəsi yüksək olan işçi olmalıdır. Peşəkarlıq səviyyəsi eyni olduqda isə bu göstərilən, deməli, işçilər işdə saxlanmalıdır. Peşəkarlıq səviyyəsini də yüksək olduğunu sübut edən sənədləşmələr olmalıdır. Məsələn, şifahi formada işə götürən deyə bilməz ki, 2 işçidir, bu işçinin peşəkarlıq səviyyəsi yüksəkdir deyə mən bu işçini işdə saxladım. Onun sənədləşməsi olmalıdır, alt sənədlər olmalıdır ki, onu sübut edilsin ki, nəyə əsasən peşəkarlıq səviyyəsi yüksəkdir. Bunu şifahi deməklə deyil ki,
Bax, bu məqamlara diqqət etmək lazımdır. Bir də ki, 79-cu maddədə göstərilir əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar. Məsələn, bağçalarda sertifikatlaşdırma prosesi inşallah olacaq. Məktəblərdə sertifikatlaşdırma prosesi demək olar ki, yekunlaşma mərhələsindədir, belə deyək. 2026-cı ildə artıq demək olar ki, bütün fənlər sertifikatlaşmadan keçmiş olacaq. Bu zaman, məsələn, sertifikatlaşmadan keçmədikdə, 70-in C bəndi ilə xitam verildikdə diqqət etmək lazımdır. 79-cu maddədə göstərilən məqamlara. Nəyə? Baxaq. Hamilə qadınlara, habelə 3 yaşında uşaq olan qadınlara, 3 yaşında uşağın tək başına böyüdən kişilərə, yəni bu məqamlara diqqət etmək lazımdır. Əgər xitam veriləcəksə, diqqətli olmaq lazımdır. Bu məqamlar, bu hallar varmı işçilərdə? Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşındakı uşağın tək başına böyüdən işçilər, əmək qabiliyyətini müvəqqəti itirən işçilər, ümumiyyətlə, məzuniyyətdə olan işçiyə, ezamiyyətdə olan işçiyə xitam vermək olmaz. Ezamiyyət dövründə, məzuniyyət dövründə xitam vermək olmaz. Və yaxud da ki, qeyri-iş günü xitam vermək olmaz, əmək müqaviləsi bağlamaq olmaz, töhmət vermək olmaz, xəbərdarlıq vermək olmaz. Yəni, bütün proseslər işçinin işdə olduğu vaxt edilməlidir. Sonra əmək qabiliyyətini burada göstərir müvəqqəti itirən işçilər, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə. Məsələn, biz deyə bilmərik ki, işçi şəkərli diabet xəstəsindən deyə mən sənə xitam verirəm, bu olmaz. Sonra, Həmkarlar İttifaqı təşkilatının üzvü olduğuna görə, siyasi partiyanın üzvü olmasına görə, yəni bu səbəbə görə. Sonra, əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin də əmək müqaviləsinə xitam vermək olmaz. Deməli, bunlara nəzarət etmək lazımdır ki, bu məqamlara diqqət etmək lazımdır ki, sonra işçi ilə problemlər yaranmasın. Bir də bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Burada maddə 78-də də göstərilir. 70-ci maddənin B bəndi ilə, bir də C bəndi ilə işə götürən tərəfindən işçiyə xitam verilərsə, mütləq şəkildə Həmkarlar İttifaqının razılığını almaq lazımdır. Həmkarlar İttifaqının üzvü olan işçinin, əlbəttə ki, Həmkarlar İttifaqının üzvüdürsə də. Baxın, hər bir müəssisədə Həmkarlar təşkilatı var. Həmkarlar təşkilatı işçilərin birliyidir. İşçilərin birliyi Həmkarlar təşkilatıdır. Baxın, bəzən işçi deyir ki, mən Həmkarlar təşkilatından çıxmaq istəyirəm. Hər ay üzrə tutulmalar olur əmək haqqımdan. Amma bilmək lazımdır ki, Həmkarlar İttifaqının üzvü olmağın üstünlükləri var. Yəni, işçilərin birliyidir də Həmkarlar İttifaqı. Məsələn, əmək qabiliyyətini müvəqqəti itirən bir işçi, belə deyək də, öz təcrübəmizdən deyək, loru dildə deyək də, yəni bületenə çıxan bir işçi. Bületenə çıxan bir işçiyə bületen dövründə əmək haqqı ödəmək üçün həmkarların protokolundan çıxarış olmalıdır. Biz onu təqdim etməliyik ki, o işçiyə həmin bültende olduğu dövr üçün pul ödənilsin. Əgər o həmkarların üzvü deyilsə də, o protokol da olmayacaq. Analıq məzuniyyətinə gedəndə də həmkarların protokolunu mütləq mühasibatlığa təqdim etmək lazımdır. O təqdim olunmursa da, baxın, biraz mövzudan ola bilsin ki, biz bu maddələr, əslində fikrin maddələri izah etmək idi. Amma maddələri izah edəndə siz orada sualdan sual çıxır da. İstəyirəm ki, ətraflı izah edeyim. Əslində bunlar çox geniş mövzulardır. Bunu 15-20 dəqiqəyə sığışdırmaq da çətindir. Amma hər halda nə bacarsam çalışacağım, nəzərinizə çatdırım. Bunlar hamısı praktik proseslərdir. Baxın, bunu
təcrübəmizdə bu məqamlara diqqət etmək lazımdır. Əgər birinə 70-ci maddənin Ç bəndi ilə xitam verirsinizsə də, 70-ci Ç bəndində qeyd olunur ki, kobud şəkildə vəzifə funksiyasının pozulduğuna görə xitam verirsinizsə də, Həmkarlar İttifaqı üzvü olan işçinin Həmkarlar İttifaqı təşkilatının razılığını almadan ləğv edirsinizsə də, o işçi məhkəməyə müraciət eləsə işinə qayıdacaq. Çünki sizin sənədləşməniz tam deyil. Və yaxud da ki, ştat ixtisar olunarkən yenə də həmkarların orada razılığı alınmalıdır. Deməyim odur ki, həmkarlar təşkilatının üzv olmağının üstünlükləri var. Eləcə də baxın, bu maddələrdə də, yenə bu maddələrlə xitam verildikdə də üstünlük var. Görürsünüz? Əgər həmkarlar ittifaqı, baxın, işə götürəm, 70-ci Ç bəndi ilə və yaxud da ki, 70-ci Ç bəndi nə oldu? Kobud şəkildə vəzifə funksiyasının biri pozur, istəyirsiniz xitam verəsiniz. Və yaxud da ştat ixtisar olunarkən xitam verirsinizsə də, əvvəlcədən siz həmkarlara məktub göndərməlisiniz, onlar sizə cavab göndərməlidir, geri dönüş eləməlidir ki, bu işçinin xitam verilməsinə razıyıq, yoxsa razı deyilik. Razı deyillərsə də xitam verilməməlidir. Kobud şəkildə vəzifə funksiyasını pozsa da həmkarlar ona qərar vermirsə ki, işdən çıxsın, yəni xitam verin, ona xitam vermək olmaz. Verirsinizsə də geri qayıdacaq o məhkəməyə müraciət eləsə. Bu hissələrə diqqət etmək lazımdır. Həmkarlar İttifaqı təşkilatı da bu təqdimatın daxil olduğu gündən ən gec 10 gün müddətinə özünün əsaslandırılmış yazılı qərarını işə götürənə təqdim etməlidir. Həmkarlar İttifaqının məktəbdə və yaxud da bağçada, yəni hər bir müəssisədə işçilərin birliyi olur. Buna da Həmkarlar İttifaqı təşkilatı deyirik. Onların özünün sədri olur. Yenə işçilər özləri o sədri seçir. Katibi olur, üzvlər olur və s. Və həmkarlar deməli İttifaqı təşkilatının, Həmkarlar İttifaqının iclasları təşkil olunur. Həmin iclasların da protokolu yazılır. Müəssisədə həmin protokol kitabı olmalıdır. İşçilərin birliyinin protokol kitabı. Çünki o protokoldan çıxarışlar da lazım olur da, təqdim edəndə bu xitamın, məsələn, yuxarı qurumlara təqdim etdikdə, mühasibatlığa mı, nə bilim, və lazım olarsa digər qurumlara təqdim etdikdə. Belə, bu maddələri bilmək vacibdir. Əslində çox da tez-tez qarşılaşacağımız, istifadə edəcəyimiz maddələr deyil, amma çox az da istifadə eləsək, ən vacib bilməli olduğumuz maddələrdəndir. Ümumiyyətlə, məcəllənin bütün maddələrini bilmək çox vacibdir. Bütün işə götürənlər əlbəttə ki, məcəlləni bilməlidir. Məcəlləni bilməsə, problemlər yaşaya bilər əmək münasibətlərində. Yenə vaxt olduqca məcəllə ilə bağlı izahlar göndərəcəm, YouTube kanalında yerləşdirəcəm. Bizlərin də sizlərdən istədiyi odur ki, dərsimizdən yararlanırsınızsa da, istifadə edirsinizsə də, nəyəsə də kömək olursa da sizlər üçün bəyənərsiniz və abunə olarsınız kanalımıza. Hələlik gecəniz xeyrə qalsın. İnşallah növbəti dərslərdə görüşərik.